Hər vaxtınız xeyir olsun müəllimlər. Mən İsaya Varoya. Bugün sizə say dərsinin testini izah edirəm. Baxırıq birinci sualımıza. Biraz mürəkkəbdir və miqdar sayıdır. 22-ci mürəkkəb sıra sayıdır. 58 mürəkkəb miqdar. Deməli, nə gəlməlidir? Mürəkkəb sıra. Bu da mürəkkəb miqdarımızdır. Bu da mürəkkəb sıra. Deməli, nöqtələr nə olmalıdır? Mürəkkəb və sıra sayı deyibəndi. Sayın quruluşca hər üç növü. Burada azla çox sadədir. Üçüncü düzəltmədir, birinci düzəltmədir, ikinci də düzəltmədir, 6 sadədir, çox sadədir, 30-40 mürəkkəbdir, sonuncu düzəltmədir, az sadədir, xeyli sadədir, 8 sadədir, saysız hesabsız mürəkkəbdir, minlərlə düzəltmədir. Cavabımız bəndi. Quruluşca hər üç növ lazımdır bizə. Quruluşca hər üç növ lazım idi. Deməli, bizə deyir ki, düzəltmə sıra sayı mübtəda olsun. Gəlin baxaq, çoxluq sözündə ümumiyyətlə sıra sayı yox, isimdir. 11-ci mürəkkəbdir. Burada yenə sıra sayı yoxdur. Burada mübtəda sonuncu qəzadan çıxmağı möcüzə idi. Nə? Sonuncu qəzadan çıxmağı. Burada mübtəda rolunda deyil sıra sayı. Bax, gəldilər. Kim gəlib? Axırıncılar. Deməli, C bəndi düzəltmədir. Bəli, axırıncı sözü. Axırıncılar. Düzəltmədir, bəli, mübtədadır, sıra sayıdır, bəli. Düzəltmə sayın kökü ola bilər. Nə ola bilər, nə ola bilməz. Biz bilirik ki, düzəltmə sayı əsasən saydan yaranır. Deməli, sayı çıxardıram. Axı, bizə lazımdır ola bilməzlər, ona görə sayı çıxardıram. Sayı saydan yaranır. Hərdən ola bilir ki, məsələn, filanıncı sözündə filan əvəzliyindən yaransın. Məsələn, 5-inci saydan yaranması da var. Zərfdən yaranır, məsələn, əvvəlinci. Hərdən ola bilir ki, bəzi deyirdik saydan yaranır. Amma əvvəl, axır, filan, son. Bunlar istisnadır ki, bunlardan da say yaranırdı. Deməli, feil ola bilməz sayın kökü. Amonim saylar sinonim saydır. Gəlin, baxaq. Amonim say sinonim saydır. 50 amonimdir. Biri belə 50'dir. Bir də ki, əl ayağı olan 50. Bu 50 də güya. Deməli, 2. Bir də deyir ki, bizə sinonim saydır. Sinonim say. Yəni, sinonimi ola bilən say demək istəyir də. Sinonimi ola bilən say. 80'in sinonimi 80'dır. Sonuncunun sinonimi axırıncıdır. Deməli, 2, 3, 4'ü götürə biləyiz. 80, 80, 80. Sonuncu, yəni axırıncı. Bunlar da sinonim say kimi. Sinonim saydır demək düz deyil də. Yəni, sinonimi ola bilən saydır desəydi, daha doğru test olardı bu. Daha dolğun test olardı. Min amonimdir. 6 da heç birindən. Sonra, say harda sifətə aiddir? Ümumiyyətlə, A bəndində say yoxdur. Çox qürurlu sifətə aid olduğunu görə burada ədatdır. Az pislik etmək. Pislik isimdir, ismə aiddir. Bizə lazım ki, say sifətə aid. Məsələn, 3 körpə. Bax, belə bir şey olsa. Bir qrup kəndli yox. Minlərlə yaralı. Baxın. Demişəm, yaralı, könüllü, xəstə, sağlam, igid, qəhrəman. Bunları say götürün, sifət götürün daha doğrusu. Demişəm, o sözləri sifət götürün və bunları biz yazmışıq, əzbər bilirsiniz. Qeyri-müəyyən miqdar sayı hardadır? Çox zalım, yenə əlamətə aid olanda, buradakı çoxu ədat götürürəm. Lıq şəkilçili söz demişəm, 90% isim götürün. Deməli, bu da getdir. Qeyri-müəyyən miqdar sayı dediyinə görə sonuncu sıra sayıdır, bu da getdi. Xeyli deyindi. Hərəkətə aid. Bax, bu hərəkətdir deyinmi. Bu hərəkətə aid olduğuna görə zərfdir. Amma çoxdur. Mən demişəm ki, müəllimlər deməmişəmsə, sizin qrupa deməmişəmsə qeyd edin, xahiş edirəm. Çoxluq, çoxdur sözündə. 100% çoxu say götürün həmişə. Necə ki, dedimi, daki görürsə gözünüzü yumub sifət götürürsünüz. Çoxluqda 100% çox saydır, çoxdur sözündə. Bax, bunu unutmayın, müəllimlər. Azdır sözünə 10 deyə bilmirəm. Çünki azdırmaq feili də var. Amma çoxduru görülsə 100% bilin ki, oradakı çox saydır. Say vardır, say yoxdur. Sifət yoxdur daha doğrusu. Bizə uyğunları seçirik. Baxaq. İpək parça paltarların qiyməti bahadır. Bahadır necədir? Burada sifət var. Deməli, 4 olan cavabımızı çıxartdım, getdi. 10-cular dərslərin çətinliyindən, bəli, çətinlik demişəm, lıq şəkilçi söz 90% isim götürürük. 90% isim olur. Deməli, ona görə burada sifət yoxdur. Buradan 5'i götürürəm. Həddən artıq çoxdur. Dedim, çoxu gördüsə, gözünüzü yumun sayı götürün. Say vardır dediyinə görə. Bir də buradan da 3'ü götürürəm.
Vətənimiz onlarla igid şəhid olub. Nə qədər igid? Onlarla. Deməli, 2-3-5 hardadır? A-dadır. Götürürəm. Bəs ay müəllim, niyə dəhşətli bir cinayəti götürmürsən? Niyə onu götürmürsən? Axı orada bir var. Mən sizə deyəcəm ki, ədatı keçəndə daha yaxşı deyəcək ki, bunu ay müəllimlər, əgər biz bir sözünü 2 ilə əvəzləyiriksə say götürürük. Yox, əgər biri 2 ilə əvəzləmirsənsə ədat götürməlisən. Dəhşətli 2 cinayət deyə bilmərik müəllimlər. Deməli oldu A bəndi. Onlarla burada say var, çoxdur say var. 5-cidə isə sifət yoxdur. Amma burada baha sifəti var. Burada baha sifəti deyə sifət yoxduru götürə bilmirəm. Say haqqında hansı fikir yanlışdır? Bütün saylar əşyanın miqdarını bildirmir. Bəli, sırasında bildirənlər var. Nitq hissələrindən, digər nitq hissələrindən say düzəlir istisna halda. Sifətlə ortaq sualı var. Bəli, demişəm sıra sayları hansı sualına cavab verir. Kəsir saylar numerativlə düzələ bilmir. Bu da bəli. Incı şəkilçiliyi bütün saylar düzəltmədir. İncı niyə? Bəs mürəkkəblər də var axı. Mürəkkəblər də var. 15 inci. Sıra sayları düzəltmə və mürəkkəb ola bilir. Deməli oldu cavabımız.